Məkkə müsəlmanların müqəddəs şəhəridir və Kəbə bilirsiniz ki, məşhur ziyarət yerlərindən biridir. Lakin Kəbənin müsəlmanların özləri tərəfindən də bir neçə dəfə daşa tutulduğunu və qarət edildiyini bilirdinizmi? Bunun da biri qara daşın oğurlanması hadisəsidir. Belə ki, İsmaillikdən ayrılan Qərmətilər 899-cu ildə ayrılmışdılar və Bəhreyində öz dövlətlərini qurdular. Və bunlar karvanları, Məkkəyə gedən karvanları qarət etməklə və onlardan bac almaqla öz dövlətlərinin maliyyəsini deməli təmin edirdilər. Və 930-cu ildə bunların rəhbəri Əbu Tahir Cənnabi birdən-birə Kəbə daşının Bəhreylə Həcər ərazisinə köçürülməsi ilə Kəbəni bu əraziyə köçürmək qərarına gəldi və böyük bir ordu ilə Kəbəyə yürüş etdi. Kəbənin belə desək keşikçiləri birdən-birə qabaqlarında silahlı bir ordunu görəndə çaşıb qaldırar. Lakin Əbu Tahir Cənnabi onlara belə bir gözəl də bir çıxışla müraciət etdi, çünki natiq adam idi və onları günahlandırdı ki, bütün müsəlmanları Kəbəni ziyarət eləməyə qoymur. Kəbənin heç bir yeri nə silahlı, nə silahsız müsəlman hər kəs ziyarət eləyə bilər. Keşikçilər belə bir çıxış eşidəndən sonra silahı yerə qoydular. Aydındır ki, Əbu Tahir Cənnabi ordusu ilə şəhərə girən kimi şəhəri qarət etdi və Kəbə daşını da özləri ilə apardılar. Düzdür, Həcərə köçürmək Kəbəni qismət olmadı. Əbu Tahir Cənnabi özü çox tezliklə öldü. Lakin 950-ci ilə qədər Qərmətilər Kəbə daşını özlərində saxladılar və uzun alverdən sonra xəlifədən xeyli pul alaraq yenidən Kəbə daşını onlara qaytardılar. Qərməti dövlətinin özü isə 1077-ci ildə süqut etdi.